İlham Əliyevin eşidəcəyi yerdə durub ona şüarlar səsləndirmək və siyasi məhbusları azad eləməsini tələb elədim. Amma onlar göründüyü kimi mənim paltarımı cırdılar, mənə yumruq vurdular, təpik vurdular. Sadəcə dinc etiraz aksiyası, siyasi məhbuslara azadlıq aksiyası, şərlənən jurnalistlər, hüquq müdafiəçiləri, AXCB sədri Əli Kərimli və Tofiq Yaqublu başlamaqla bütün siyasi məhbuslara azadlıq tələb eləmək idi məqsədimiz. Və bizim burada heç bir təxribat falan elə bir şey ola bilməz. İlham Əliyevə zaten Azərbaycanda etiraz eləmək mümkün deyil. Zaten Azərbaycanda artıq 6-7 ildir ki, 2019-cu ildən bu yana ki, sərbəst toplaşma azadlığı qadağan olunub, ölkədə quru sərhədlər belə bağlıdır.